Hoş gördük. Əziz izləyicilərim, sizinlə bugünkü görüşümüzdə bəşəriyyətin faşizm taunundan xilas edilməsində çox böyük qəhrəmanlıqlar göstərmiş Qızılgüllər diyarımız Zaqatalamızın qəhrəman oğul və qızları haqqında söhbətimizi davam etdirəcəyik. Bir daha qeyd etmək istərdim ki, müharibənin başladığı ilk gündən ta son günə kimi Qızılgüllər diyarı Zaqatalamızın 6924 qəhrəman oğul və qızı könüllü olaraq cəbhəyə yollanmışdır. Onlardan 2443 nəfəri müharibə qələbə ilə başa çatdıktan sonra sağ-salamat öz elinə, obasına qayıtmışdır. Cəbhəyə yollanan 4501 nəfər Zaqatalanın qəhrəman oğlu və qızı isə qanlı döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar, həlak olmuşlar. Bugünkü görüşümüzdə Zaqatalamızın qəhrəman oğul və qızları ilə əlaqədar söhbətimizi davam etdirəcəyik və onların bir neçəsi ilə sizi tanış edəcəyik. Qələbənin əldə edilməsində çox böyük qəhrəmanlıq göstərən el oğullarımızdan biri də Zaqatalamızın Göyəm kəndindən sakini olan, Göyəm kəndindən olan igid partizan Məmməd Əliyev olmuşdur. İgid partizan Məmməd Əliyev Ukraynada Ternopol partizan birləşməsində çox böyük qəhrəmanlıqlar göstərmiş və həmən birləşmənin tərkibində faşistlərə qarşı mübarizədə ad-san qazanmışdır. Onun göstərdiyi qəhrəmanlıqlar yüksək qiymətləndirilmiş və o 2 dəfə 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, eləcə də 2-ci dərəcəli Vətən Müharibəsi partizanı medalı və digər orden və medallarla təltif olunmuşdur. İgid partizanımızın fotosunu sizə təqdim edirik. Müharibə illərində qəhrəmanlıq göstərən digər həmyerlimiz rayonumuzun Danaçı kənd sakini Ramazan Xalayev olmuşdur. Ramazan Xalayev igid snayper kimi cəbhədə ad-san qazanmışdır. Onun qəhrəmanlıqları haqqında o zaman dərc olunan, çap olunan Ordu qəzetində çoxlu yazılar çıxmışdır. Belə yazıların bir neçəsi ilə sizi tanış edirik. Ordu qəzetinin 1944-cü il 22 avqust tarixli sayında Hər gülləni faşistli adlı bir məqalə çap olunmuşdur. Bu məqalədə igid snayper Ramazan Xalayevin qəhrəmanlığından bəhs olunur və göstərilir ki, snayper Ramazan Xalayev bir döyüşdə 15 faşisti məhv etmişdir. Ordu qəzetinin 18 sentyabr 1944-cü il sayında isə Ramazan Xalayevin igidliyi ilə əlaqədar Snayper Xalayevin Döyüş Uğurları adlı məqalə çap olunmuşdur. Və bu məqalədə də Snayper Ramazan Xalayevin göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı söz açılır və məqalə belə tamamlanır. Onun sözləri ilə belə yekunlaşır. Hələ yolumuz çox uzaqdır. Hələ əziləsi çox faşist qalır. Lakin biz düşmən yuvasına gedib çıxacaq və onları öz yuvasında əzəcəyik. Əziz izləyicilərim, müharibə illərində Zaqatalalılar ön cəbhədə göstərdiyi qəhrəmanlıqlarla yanaşı Zaqatalamızın igid oğul və qızları arxa cəbhədə də qələbənin əldə edilməsində çox böyük fədakarlıqlar, qəhrəmanlıqlar göstərmişlər. Və onların böyük fədakarlığı, böyük və qəhrəmanlığı sayəsində də qələbə əldə edilmişdir. Belə qəhrəman insanlardan biri, arxa cəbhədə belə fədakar əməyi ilə fərqlənən insanlardan biri də rəhmətlik atam İsmailov İsmail Həşim oğlu olmuşdur. Atamın arxa cəbhədəki fədakar əməyi yüksək qiymətləndirilmiş, belə ki, Müzəffər Ali Başkomandan Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 27 aprel 2005-ci il tarixli sərəncamı ilə atam 1941-45-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi yubiley medalı ilə təltif olunmuşdur. Cənab Prezidentin 2 mart 2010-cu il tarixli sərəncamı ilə atam ikinci dəfə 1941-45-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 65 illiyi yubiley medalı ilə təltif olunmuşdur. Əsl vətənpərvər, fədakar bir insan olan atam müharibədən sonraki illərdə ölkəmizdə gedən quruculuq işlərində də fəal iştirak etmişdir.
O zamanlar Mingəçevir şəhərinin salınması, su elektrik stansiyasının inşa edilməsi xəbəri bütün ölkəni bürümüşdür və ölkəmizin hər yerindən insanlar, gənclər bu quruculuq işlərində fəal iştirak etmək üçün Mingəçevirə gəlirdilər. Atam da bir fədakar insan kimi, zəhmətsevər insan kimi, alovlu bir vətənpərvər kimi bu təşəbbüsə qoşulmuş və 1948-53-cü illərdə Mingəçevir şəhərinin salınmasında, su elektrik stansiyasının inşasında fəal iştirak etmişdir. Mingəçevirə gələn atam burada qatar sürücüsü peşəsinə yiyələnmişdir və Mingəçevirdə aparılan bu quruculuq işlərində maşinist kimi, rayonumuzun ilk maşinistlərindən biri kimi fəal iştirak etmişdir. 1953-cü ildə idarə etdiyi qatarın qəzaya uğraması nəticəsində atam bir ayağını itirmiş, qəzaya uğramış və bundan sonra öz doğma kəndlərinə, Sumali kəndinə qayıtmışdır. Əziz izləyicilərim, mən bugün fürsətdən istifadə edərək bir daha bəşəriyyətin faşizm taunundan xilas edilməsində həm ön cəbhədə, həm arxa cəbhədə qəhrəmanlıqlar, fədakarlıqlar göstərmiş insanların əziz xatirəsinə öz ehtiramımı bildirirəm. Onların əziz xatirəsi qarşısında ehtiramla baş əyirəm və arzu edirəm ki, gözəl dünyamız bir də belə müharibələrlə, belə qanlı müharibələrlə sınağa çəkilməsin. Diqqətinizə görə çox sağ olun.